sizlərə gözəl bir həyət evinin təqdimatını eləyəcəm. Həyət evi arzusunda olub, özünüzə bax belə möhkəm, dəbdəbəli ev axtarırsınızsa, bu videoya diqqətlə baxın. 10 sotda 394 kvadrat 7 otaqlı bir həyət evi ilə qarşınızdayım. Daxili görünüşündən bəllidir ki, bu ev standartda olan digər evlər kimi deyil. Keçirik çöl hissəsinə. Evimizin yerləşdiyi yer o qədər möhtəşəm və perspektivli gözəl olan, kontingenti möhtəşəm şəkildə. Yəni, məhəllə olaraq elə bir sakit 24 saat mühafizə olunan bir məhəllədə yerləşir ki, hazırda tam Duz gölünün ətrafında Milyonerlər məhəlləsində. Yəni, burada hal-hazırda bir sot torpağın qiyməti 22-23 manat. Yəni, o qədər komfort, o qədər gözəl bir məhəllədir. Bax, bu evimizi satışda 10 sot torpaqda və çox möhtəşəm, gözəl bir həyət evidir. Keyfiyyəti yəni yüksək səviyyədədir. Mütəxəssislə gəlib baxa bilərsiniz və həyət evinə məxsus olan hər bir şərait bax burada qurulub. Gördüyünüz kimi həyətdə belə bir bax söhbətgahıdır. Böyük bir söhbətgahı var. Yəni buranın istəsəz ara kəsmələrini cam balkon vasitəsilə bağlaya bilərsiniz. Geniş bir söhbətgah hissəsidir. Bu hissədə manqalinisidir. Baxın, belə bir manqalinisidir. Evimiz 10 sotdadır. Diqqətlə baxın, çünki burada olan həqiqətən də keyfiyyət, genişlik, yəni burada hər bir iş öz mükəmməlliyi ilə təmin olunub. Deməli, baxın, bu hissədə zirzəmi hissəsidir. Buranı göstərmək olmayacaqsa, çünki içəridə tikinti materialları falan var. Bax, bu hissə birinci mərtəbənin zirzəmisidir. Evimizin ümumi sahəsi, dəyərli izləyicilərimiz, 10 sotdadır. Yəni, 10 sot torpaq sahəsində ev sahibi bu evi inşa edib. Amma Nədam üstündə Allah var, çox möhtəşəm, geniş və keyfiyyətlə inşa olunan bir evdir. Bax, burada bağ hissəsidir. Bax, burada qəşəng, gəlin bura göstərim sizə. İndi Novruz bayramının adı qoyduq qırağa, Novruz bayramı üçün ayrılmayıb da bu. Yəni, qəşəng özü üçün tonqal qarıyırsınız, ailəlikcə oturursunuz bu tonqalın başında, söhbət edirsiniz qəşəng. Bax, bura nə demin? Yəni, oranı bilmədiyim şey nədir? Oranı bildik. Deməli, evimizin xarici görünüşü xüsusi bir daşlarla bəzədilib. Həyətyanı hissəsində gördüyünüz, bax, çox gözəl, həqiqətən də, yəni, belə evlər satışda çox az olur da. Yəni, gözünüz öyləşib, bilirəm, yəni, eyni evlərə, eyni qiymətə, belə evlər həqiqətən də satışda çox azdır. Yəni, haradasa bugünkü şəhərin hər hansısa bir metroya yaxın olan nöqtəsində olan 2 otaqlı bina evinin qiymətinə satılan bir evdir. Giriş hissəsindən göstərəcəm sizə. Evimizin maşallah olsun ki, ucu-bucağı yoxdur. 10 sotda inşa olunub da. Yəni, bunun həqiqətən də tayı bərabəri qiymətinə görə yoxdur bugünkü. Deməli, giriş qapısıdır. Zəhmət olmasa bir dənə göstərək. Bax, bu hissədə qəşəng avtomobillər daxil oldu bura. Qonağımız gəldi. Gəl bura. Qonağımız gəldi. Qalxırsan, bax, buradan yuxarı. Burada mətbəxinə qədər var. Qonaqlarla oturursunuz burada, deyirsiniz, gülürsünüz. Yəni, istirahətinizi burada edirsiniz. Burada Duz gölünün sahili olduğu üçün, yəni, havası falan hər şey mükəmməl səviyyədədir. Bir dənə zəhmət olmasa, bu nöqtəni göstər, axıra qədər. Bax, gördüyünüz kimi, mənzərə öz sözünü deyir də. Yəni, keçirik evimizin içəri hissəsinə, çöldə daha çox vaxt itirməyək. Evimizin video təqdimatı geniş konsepti olacaq. Həyətyanı hissəsində burada qəşəng salonası, sanitar qovşağı. Hal-hazırda ev sahibi, yəni ki, içəri biraz dağınıqdır, oranı göstərir. Gələn müştərilər görə biləcəksiniz. Yəni, elektrik enerjisi olmadığından tam işıqlı görüntünü göstərə bilmirəm sizə. Deməli, keçirik içərisiyə. Gəl zəhmət olmasa videonu saxlama, keçirik içəri. Bu ev həqiqətən də, yəni bugünkü gün bunu 350 min manata bu torpaqda bunu inşa edə bilməzsiniz. Yəni həqiqətən də ucuz satırlar evi. Keçirik evin içərisinə, amma real müştərilərlə qiymətdə razılaşmaq mümkündür. Və evimiz haqqında sizə bir daha da məlumat bildirim. 10 sotda 394 kvadrat, 7 otaq, 350 min manata. Və həqiqətən də sözün əsl mənasında möhtəşəmlik. Bax, evimizin giriş hissəsindən daxil olacaq, bax, buradan tam axıra qədər bütün detallarını göstərəcəm sizə. Gəlin. Gəlin, keçirik içəri. Və döşəmələrin hamısı parketdir, bahalı parketdir. Sadəcə olaraq parketin bir dənə qalıb sonuncu prosesi
cilolanma və laklanma prosesi qalıb. Deməli, gördüyünüz kimi giriş hissəsidir, xol hissəsidir. Bu hissədə sanitar qovşağı, tam təchizat, aksesuarlar yığılıb. Gəlin, bax, buradan da keçirik evimizin içəri hissəsinə. Xoş gəlmişsiniz, əziz və dəyərli izləyicilərimiz. Deməli, evimizin birinci mərtəbədə böyük bir zal hissəsidir. Zalın da maşallah o qədər geniş ölçüsü var ki, bir də ətraflı göstər, zəhmət olmasa. Tavanından tutmuş hər bir hissəsini, bax, diqqətlə göstər. Döşəmə ümumi parketdir. Döşəməsi parketdir və döşəmənin yenə də nəzərə çatdırım ki, cilolanma və laklanma prosesi qalıb. Deməli, baxın, bu hissədən eyvan hissəsidir. Bax, buradan eyvan hissəsidir, göstərəcək olan sizə. Deməli, baxın, burada belə bir köməkçi yataq otağıdır. Birinci mərtəbədə olan köməkçi yataq otağıdır. Qonaqlarının üstündə nəzərdə tutulmuş. Bax, belə bir yataq otağıdır. Deməli, keçirik bu hissədən, gəl zəhmət olmasa. Keçirik, bax, buradan evimizin mətbəx hissəsinə. Gəl zəhmət olmasa, qardaşım. Həqiqətən də, yəni, ev maşallah tutarmaq bilmir də, yəni, buradan keçirsən o üzə, o qədər böyük, gözəl bir ev. Deməli, baxın, burada böyük bir mətbəxidir. Baxın, mətbəxə. Mətbəxin döşəməsi istifo. Haradır bura? Mətbəx, hə, yan hissədir. Deməli, bu hissədə sanitar qovşaq, hamam otağı və bir dənə köməkçi yataq otağı burada mövcuddur. Gördüyünüz kimi, bax, belə bir sanitar qovşağı, hamam otağı, növbəti olaraq bir dənə də, bax, belə bir yataq otağıdır. Keçirik, digər otaqlarını göstərəcəm sizə, həqiqətən də, yəni, adamı çaşdıran bir evdir də, yəni, maşallah olsun, duzdağı yoxdur. Baxın, bu hissə ikinci mətbəxdir də, yəni, ora böyük mətbəxdir, bu da ikinci mətbəxdir. Bax, belə bir mətbəx hissəsidir. Gəl Emel, gəl qalxaq. Göstərək, bax, burada da qladovkasıdır. Yəni, buranın elə hamısı qladovkadır. Yəni, bunu burada saxlamağın məncə heç bir. Yəni, maşallah olsun, genişlik burada. O qədər, yəni, detallara fikir verilir ki, bu evdə. Deməli, bax, birinci mərtəbə, ikinci mərtəbə, üçüncü mərtəbə, hamısı monolit betondur. Hər bir tərəfi, yəni, rigerlərlə, kolonlarla inşa olunub. Qalxırıq evimizin ən plus, ən üst mərtəbəsinə və videomuzu sonlandırırıq. Və baxın, bunun üçün, bax, bu animasiyanı siz digər evlərdə görə bilərsiniz, amma bu ondan deyil. Bu lepkadır, yəni əl işləridir hamısı. Həqiqətən də, bax, plekandan tutmuş, hamısı yüksək səviyyədə görülən işlərdir. İkinci mərtəbədəyik, bax, ikinci mərtəbədə birinci böyük bir yataq otağı. Baxın, belə bir böyük bir yataq otağıdır. Bu yataq otağından eyvan hissəsini göstərəcəm sizə. Gəl zəhmət olmasa. Deməli, bura necədir? Eyvan hissədən tam aydın görünür. Bax, solumuz, sol tərəfimiz yeni magistral yol. Yəni, Sibrizin yeni magistral yolu. Qarşı tərəfimiz Duz gölü, sağ tərəfimiz Masazır. Yəni, o qədər gözəl bir yerləşmə yerində yerləşir ki, əziz və dəyərli izləyicilərimiz. Qiyməti, yəni, ola bilər bugün üçün deyərsiniz ki, yox, bahadır. Yəni, baha deyil. Yəni, bu evin haradasa may ayında qiyməti 2 qat artıq olacaq. Çünki burada həqiqətən də qiymət artıma doğru gedir. Qiymət həqiqətən də münasib qiymətdir. Keyfiyyəti də insan yəni, iş görüb də burada. Yəni, Allahsız danışmaq lazım deyil. Kommentariyalarda yazmayın ki, bahadır, belədir, elədir. Yəni, bu adam öz zövqünə görə belə təmir edib. Amma pul qoyulub bu evə, yəni yaxşı pul qoyulub. Deməli, baxın, bu hissədə belə bir növbəti yataq otağıdır. Dəyərli izləyicilərimiz, baxın, belə bir geniş növbəti yataq otağıdır. Bu hissədə sanitar qovşaqdır. Baxın, burada belə bir sanitar qovşaqdır. Evimiz ümumi 7 otaqdan ibarətdir. Bunu da nəzərdə çatdırım. Və baxın, burada da belə bir digər yataq otağıdır. Baxın, belə bir növbəti yataq otağıdır. Və bu yataq otağının daxilində sanitar qovşağı və eyvan hissəsi mövcuddur. Əziz və dəyərli izləyicilərimiz, sağ olun, salamat qalın, izlədiyiniz üçün təşəkkürlər. Sizə qaranlıq qalan bəzi nöqtələri isə
gəlib yerində görərsiniz. Yəni bacardığımız qədər 10 dəqiqə ərzində video təqdimatda hamısını göstərdik. Əlaqə nömrəmiz 055 966 45 00. Sağ olun, salamat qalın.